Cabarsano Təbiət Parkı İspaniyanın təbiət möcüzəsi, ən böyük zooparkı sayılır. İspaniyanın ən gözəl vilayətlərindən biri olan Kantabriya bölgəsində Santander şəhərindən cəmi 17 kilometr uzaqlıqda yerləşən Cabarsano Təbiət Parkı insana unudulmaz təbiət və macəra təcrübəsi bəxş edir. Yarı azadlıqda yaşayan heyvanlar üçün salınmış park 750 hektar ərazini əhatə edir və burada dünyanın 5 qitəsindən gətirilmiş yüzlərcə heyvan növü yaşayır. Onlar geniş, təbii şəraitə bənzər sahələrdə sərbəst dolaşır, ziyarətçilərə isə nadir və real safari təcrübəsi bəxş edir. Yırtıcı quşların saxlandığı hissədə insanlar üçün qartal şou nümayiş olunur. Ən sonda bu quşlarla onların təlimçisi vasitəsilə şəkil və ya videoda çəkdirmək mümkündür. Mən bunun üçün 3 avro pul ödədim və mənə pulun müqabilində ödəniş qəbzi də verildi. Bu pullar heyvanların baxımına, yardım üçün istifadə olunmaq üçünmüş. Həmçinin Suudi ailəsini izləyərək xeyli stressdən uzaq əyləncəli zaman da keçirdim. İlanlar saxlanılan bölməni izləyərkən isə həyatdakı bəzi insanlardan daha az təhlükəli olduqlarını düşündüm. Ən azından məqsədləri və fikirləri bəllidir. Təbiətin qoynunda unikal mənzərələri gördükcə insan heyran olmaya bilmir. Ərazi bir vaxtlar dəmir mədəni olsa da, sonradan bərpa edilərək ecazkar təbii parka çevrilib. Qayalıqlar, yaşıl vadilər və açıq səma burada valeh edici mənzərə yaradır. Cabarsano yalnız istirahət yeri deyil. Burada təbiətin, vəhşi təbiətin qorunması və nadir növlərin artırılması məqsədi ilə də elmi tədqiqatlar aparılır. Park bir çox universitet və beynəlxalq təbiət mühafizəsi mərkəzləri ilə əməkdaşlıqda edir. Parkın içini ayaqla yeriyərək dolaşıb bitirmək mümkün deyildir. İçəri daxil olarkən adam başı 35 avro ödədik və bizə verilən xəritə əsasında maşınımızla parkı dolaşmağa başladıq. Səhər saat 10:00-da parka giriş etsək də, axşamüstü 18:00-da parkı ancaq gəzib bitirə bildik. Burada kafelər də mövcuddur. Həmçinin özünlə yemək gətirib təbiət qoynunda piknik zonalarında yemək də yeyib dincələ bilərsiniz. Üstəlik teleferik, kanat vasitəsilə də bütün ərazini quş baxışı ilə seyr etmək mümkündür. Mənzərə isə sadəcə möhtəşəmdir. Buraya, İspaniyaya, Bilbao, Santander tərəfə gəzib gəlmək istəyənlər üçün əsl təbiət qoynunda istirahət mərkəzidir. 15 il öncə burada bir dəfə olsam da, indi yenidən gəzməkdən heç peşman olmadım. Üstəlik, zövq aldım. Hələlik.